Bərdədə su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı qeyd olunub. 5 iyun Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı münasibəti ilə Bərdə Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin təşkilatçılığı ilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad edib, abidə önünə gül dəstələri qoyublar. Daha sonra idarənin kollektivi Şəhidlər Xiyabanına gələrək Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçən qəhrəman şəhidlərin əziz xatirəsini anıblar. Tədbirdə çıxış edən Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev və Bərdə Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Vüqar Zeynalov peşə bayramı münasibəti ilə kollektiv üzvlərini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Çıxışlarda meliorasiya və su təsərrüfatı sahəsinin ölkənin kənd təsərrüfatının inkişafında, ərzaq təhlükəsizliyinin təmin olunmasında və regionların sosial-iqtisadi tərəqqisində mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Tədbirin sonunda peşə fəaliyyətində fərqlənən bir qrup əməkdaş rayon İcra Hakimiyyəti və Regional Su Meliorasiya Xidməti tərəfindən fəxri fərmanlarla mükafatlandırılıb. Vüsal Rafiqoğlu, Mirələ Məhmədov, Gülbahar Ülkər, Aran TV, Bərdə.